2016-cı il RFM 7-ci sinif final turuna düşmüş 6 ballıq suallardan 8-ci sualın həllinə baxırıq. İfadənin ən kiçik qiymətini istəyir. Bu mötərizələri əvvəl açaq. 2x kvadratı üstə gəl 12x üstə gəl 18 üstə gəl 3y kvadratı çıxaq 12y üstə gəl 12 üstə gəl 4x kvadratı çıxaq 24x üstə gəl 36 üstə gəl 5y kvadratı üstə gəl 20y üstə gəl 20 bərabərdir. 6x kvadratı çıx 12x üstə gəl 54 üstə gəl 8y kvadratı üstə gəl 8y üstə gəl 32 bərabərdir. 6-nı xaricə çıxarsaq x kvadratı çıx 2x-dən sonra plus 1-ə ehtiyac var və 54-dən 6 çıxanda 48 üstə gələk 8 vurulsun y kvadratı plus y-dən sonra 4-də 1-ə ehtiyac var ki kvadrat yaransın və 32-nin yerində qaldı 30 bərabərdir. 6 vurulsun x çıx 1-in kvadratı üstə gələk 8 vurulsun y plus 2-də 1-in kvadratı plus 78. Biz bilirik ki kvadratlar müsbət ədəddir, ən kiçik halda sıfırdılar. Onda ifadənin ən kiçik qiyməti oldu 78.